5'də 1-i A qara. 800. Demək, bu A qara olan hissəsi. A qara. A qaraya, baxın, 1-dən 1500 vərəqə qədər. Bu isə 800 vərəq. Demək, bu aralıqda yerləşir. Bu aralıqda A qara hissəsi nə qədərdir? 800'ü vuracam. A qara nə qədərdir? 0'dan %35. %35'ə vururam. Yüzlüklər gedir. 8'i 35'ə vuranda 4 yadda 3 də 8, 24, 280. 280. Demək, A qaramız nə qədərdir? 280. Bir də deyir ki, 5'də 1-i A qarasa, qalanı. Qalan nə olur? 5'də 4. Demək, 4000'in 5'də 4'ü. 800, 800'ü 4'ə vuranda 3200. 3200'dən 1500'dən çoxdur. Demək, orada rəngli, baxın, rənglinir. Rəngli də olan hansıdır? 0'dan %45. 3200'ün 0'dan %45 hissəsini tapıram. 32. 32, 2 ilə 16 kimi yazdım, vurum 45'ə. 2 ilə 45 bizə 90 verir. 1400, 14400. İndi uşaqlar, baxın, bir dənə 0 yanına gətirdim. Yəni 9'u da 16'ya vuranda 144 edir. Yanına da bir 0, 1440. 1440. A qara nə qədər idi uşaqlar? A qara da 280 idi. 1440 üzərinə 280. 0, 12, 1 yadda 6, 7, 1720. Deyən düz hesabladım. Uşaqlar, soram, keçirəm. İndi keçirək bura. Deyir ki, 2x çıxısın y bərabərdir 9'a. X topla y bərabərdir 12'yə. Buradan tərəf-tərəfə toplasaq, y-lər gedir. Mənfi y-lə müsbət y gedir. 3x bərabərdir 21'ə, x də bərabərdir 7'yə. 7 olanda, baxın, 7 olanda 7 üzərinə gəl, y bərabərdir 12, y bərabərdir 5. Cavabımız 5. Y-imiz 5'dir, x-imiz 7'dir, hasilə deyir 35. Bu məsələni boşa salmışam, sərnişin məsələsinə. Baxırıq. Burada indi şəkili tam çəkilmirəm. Bu hissə ilə baxın. D, A, Y, C, B. B, Y 6x'dir. Y, D 4x'dir. Onda burada 4x olur. A, Y olur 6x. D, A nədir? 9x. C, B də 9x. Deyir ki, ADY-nin, yəni baxın, buranın perimetri, yəni 9x üzərinə 6x üzərinə 4x gələndə nə verir? Perimetrimiz nədir? 38'dir. 19 x bərabərdir 38, x də bərabərdir 2. CB'ni soruşur. 9 da vuracam 2'yə. 18. Baxırıq.
Baxırıq. Deyir ki, Y, F, C. Burada 3'dür, Y, F-dir 3'dür. Onda AC nədir? 9'dur. BP soruşur. Yəni bura neysə. Belə olur. Uşaqlar, indi oxşarlıq əlamətinə görə necə edirik? X-in 3'ə nisbəti, bir də X topla 3'ün 9'a nisbəti. 9x bərabər 3x topla 9 çarpaz vururuq. 6x bərabərdir 9. X də bərabərdir. 9'u 6'ya bölürük. Hər biri 3'ə gedir 3. 3'ə gedir 2. O da 1,5. Bura nə aldıq? 1,5. 28'ə baxırıq. 78'ə. Aha. Deyir ki, bir ədədin 25%, yəni 0,25x bərabərdir. Digər ədədin 50%, 0,5y bərabərdir. Buna %25 deyirəm. X bərabərdir %50y. Yüzlər gedir. 50 ilə 25 2. X də bərabərdir 2y. Digər nə olur? Bu ədədlərin fərqi, yəni x çıxılsın y-in fərqi 60'dır. X-in qiyməti nədir? 2y. Gətirib burada qoyacağım. 2y çıxılsın bu y bərabərdir 60'a. 2y-dən bir ilə çıxanda y bərabərdir 60. Y-imiz 60 qoyanda x-imiz nə olur? 120. X nə oldu? 120'yə bərabərdir. Y-imiz də 60. Bunların cəmini toplayanda 180. 180. Yetmiş 9'a baxırıq. Hər gün eyni miqdarda pul xərcləyir. İlnurun pulunu xərclədiyi qrafik aşağıda verilmişdi. İlnurun pulunun. Baxın uşaqlar, 15 artıb. Baxın, bu 15 harda dayanar? 15 gedəndə də dayanır. Buradan 15 gedirsə, demək buradan da 15 gedir. Toplam neçə gündə bu pulun bitirər? 30 günə. Başqa yolu da necə eləyirik uşaqlar? Bura baxın. 15 gedirsə, demək burada da bölgə eynidir. Onda bura 75'dir. 75'i 15'ə böldüm, 5 elədi. 5 elədi. Baxın, 75'i 15'ə böldüm, 5 etdi. Demək, 150'ni də 5'ə böləndə neçə gün edəcək? 30 gün. 30 günə pul bitəcək. Keçirəm 80'ə. 80'də nədir? Uşaqlar, bunun qaydası vardı. 180 çıxılsın alfa topla beta. Demək, bərabərdir buradakı bucağı, yəni x bucağı. Elə bir qaydamız var idi. Demək, 180 çıxılsın 100 toplansın x bərabərdir 50 dərəcəyə. Demək, 100 topla x bərabərdir 130'a, x də bərabərdir 30 dərəcəyə. 30 dərəcə. Deyir ki, burada 9-1 nisbətindədir sahələrimiz. Bura 1x olanda uşaqlar, bura 9x'dir. Bunda tərəfi də 1x'dir. Bunda da indi bir şey var da, sahə deyəndə nə olur? Baxın, sahəmiz 9'da 1 kvadratdır. Onda s'imiz nəyə bərabərdir? 3'də 1'ə. Demək, 1x olanda da burada da 9x'dir. Ancaq bunun tərəfi 3x olur. Bu da 1x. Aha, bunların bir yerdə nəyə bərabərdir? Tərəfi 8'dir. 3x topla 1x bərabərdir 8'ə. 4x də bərabərdir 8, x də bərabərdir 2. Demək, x-imiz 2 olanda uşaqlar, bura nə eləyir? Baxın. Demək, bunlar da bərabərdir. Burada
belə eləyirik. Buranın 1x verib 1x-dir. Onda da burada 3x-dir. Aha, 3x-dir o. X-imizi də 2 tapmışıq. Onda tərəf 6, buranın da tərəfi 6-dır. Düzbucaqların sayısı necə tapılırdı? Katetləri vururuq. 6 vur 6 bölünsün 2. O da 18.